Hamıya salamlar olsun. Hamınızı xoş gördük. Bu günlərim səhər balkonu təmizlədim ki, neçə vaxtı təmizləyə bilmirdim. Havalar soyuq idi. Ona görə gərək mən təmizləyəndə Sara yanımda dursun. Yəni mənsiz durmur. Ona görə hava soyuq idi. Balkona çıxarda bilmirdim. İndi şükür havalar isinib. Balkonu təmizlədim. Birinci kaçelini sildim ki, Sara otursun orada yellənsin ki, sonra mən də rahat balkonu artıq təmizləyim, hər yerini silim ki, tozu getsin. Uşaqlar oynayırlar, əlini hər yerə vururlar, toz olmasın. Təmizlədim ki, artıq havalar isinib, uşaqlar balkonda oynasınlar, yellənsinlər. Belə bu günlərim üstünüzə sağlıq. Böyük qızım da xəstələnib deyə çox çəkə bilmədim. Elə işlərimi tez-tez görürdüm ki, tez qutarım. Çünki uşaqdır, xəstələnib, qızdırması var, tez-tez yanına çağırır məni. Ona görə işlərimi tez-tez gördüm, çəkə bilmədim. Yemək də elə bir yemək pişirmədim. Elə soruşdum uşaqlardan nə istəyirsiniz? Dedilər spagetti istəyirik. Elə dedim, Məlikə də neçə vaxt istəyirdi. Elə deyir ki, mama spagetti pişir. Elə ona görə də dedim tez hazır olan bir yemək olsun. Ona görə spagetti elədim uşaqlara. Tez bazar yesinlər ki, mən də işlərimi tez-tez görüm. Hava da yaxşıdır. Həm də bu günlərim uşaqlar məktəbə getməmişdi. Sara'la Rəna xəstədir deyə Məlikəni də göndərmədim ki, o da xəstəlik daşıyıcısıdır da. Gedər uşaqlara, sinifdə uşaqlara salar. İstəmirəm bizə görə hansısa uşaq xəstələnsin. Ona görə onu da bir gün qoymadım dərsə getsin. İnşallah sağalsınlar. Birinci gün göndərəcəm dərsə. Birinci gün məktəbdə də tədbirlər var. Məktəbin həyətində tədbir eləyirlər. Ona görə dedim ki, lap yaxşı sağalsınlar ki, onlar da o tədbirdə iştirak eləsinlər inşallah. Mən spagettiyə heç nə vurmuram. Əslində xoşlayıram, yağ vururam ki, biraz dadı dəyişsin. Sadəcə uşaqlar sevmirlər. Deyirlər ki, mama heç nə vurma, elə suda qaynat, ver yeyək. Qatıq tökürlər üstünə. İndi də evdə doğa var, elə doğa ilə qəşəng yedirlər. Heç nə qoymurlar yağ vurmağa. Elə mənə də lap yaxşı, çünki Saraya da verirəm. Sara da yağlı olanda bütün özünü yağ eləyir, saçına vurur, üzünə vurur, paltarını yağ eləyir. Elə ona görə yağsız daha yaxşıdır. Gördüyünüz kimi Sara buranı yazıb. İndi istəyirəm oranı bu Domestosla təmizləyim, görüm. İnşallah ki, gedər. Sara elədi, əlinə birinə karandaş, ruçka keçdi, vəsə. Bütün hər yeri yazır. Amma o böyük qızlarım elə deyildilər. Nə divar yazmışlar, nə aboy cırmışdılar. Amma bunun əlinə ruçka keçən kimi divarı yazır. Görək, gedəcək. Yox, Domestos deyərsən aparmır. Yox, Domestos aparmadı. Yenə karandaşı biraz aparır. Amma ruçkanı heç aparmadı. Görün, başqa nə ilə təmizləyə bilirəm buraları. İnşallah sizə də göstərərəm. Buranı göstərmək istədim sizə. Bura elə bil ki, gedir. Buranı siləndə bəlkə silirəm. Bura təmizlənir. Əslində bura eyni kraskadır. İkisində də karandaşla yazıbdı. Amma ora getmədi, bura gedir. Yenə şükür ki, heç olmasa bura gedir. İndi o birisini də görüm nə ilə təmizləyirəm. Buranı silim, qutarım. Buranı mən nə ilə sildimsə heç nə təmiz eləmədi. Əksinə burada qupqanın görürsünüz yaşıl yeri qaldı. Bu ruçkadır. Karandaş yenə biraz bərk eləyəndə gedir. Ruçka savsem getmir. Deyib buranı da yazıbdı. Əgər kimsə bilirsə bunu nə ilə təmizləmək olar, bəlkə sizdə də olub belə bir şey təmizləmişsinizsə, zəhmət olmasa kommentlərdə yazardınız, mən də təmizləyim. Heç sevmirəm belə bir şeylər olanda evdə. Uşaqların da otağını bir ildir təmir eləmişdik, qəşəng hər yer tərtəmiz, ağappaq idi. Amma Sara çox sağ olsun, yazdı belə, pis günə qoydu buranı. İndi kim bilirsə nə ilə bunu təmizləmək olar, zəhmət olmasa yazardınız kommentlərdə.